Yetimlərdə kök sümüklərində və oynaqlarında payız aylarında ağrılar başlayır. Həmin insanlar belə iyonlaşmış kalsiumu hər gün 2 dənə paketini qarışdırırsınız suya, qəbul edirsiniz və kalsium sümüklərdə və oynaqlarda olan bütün kövrəkliyi aradan qaldıracaq. Eyni zamanda səhərlər duranda əgər ayaqlarınızda keylik hiss edirsinizsə, keymə uyuşma halları, sinir ağrıları dediğimiz o problemlər varsa, 2 paket kalsiumu belə yaxşı-yaxşı suya qarışdırırsınız və gün ərzində səhər tezdən ac qarına qəbul etməyiniz daha məqsədə uyğundur. Onurğaya tam şəkildə sovrulması üçün. Əgər artıq belinizdə hər hansı bir yırtıq və ya protruziya və yaxud da ciddi şəkildə osteoxondrozdan əziyyət çəkirsinizsə, həm boyunda, həm bel fəqərənizdə bu kimi problemlər varsa, əzələləri möhkəmləndirmək üçün içərisində amin turşuları və B qrup vitaminlə zəngin olan spirulina qəbul etməyiniz lazım olacaq və fəqərələr arasında olan iltihabı təmizləmək üçün isə kardiseps qəbul edəcəksiniz. Hər ikisinin içərisində 100 kapsuladır. Bu proqramı 25 gün müddətində qəbul etsəniz, vaxtında bel yırtığının qarşısını ala bilərsiniz. Beldə olan ağrılar, əzəllərdə olan ağrıların qarşısını ala bilərsiniz. Və yəni bu 3 məhsul hal-hazırda özümün də rasionumda olan və qəbul etdiyim məhsullardır. Ona görə vaxtında və düzgün şəkildə qəbul etsək, gələcəkdə bel yırtığı və bel ağrılarından azad olmuş olarıq.